Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi yenicə təmirdən çıxmış 4 otaqlı, tam təmirli həyət evimizdən tanış eləyəcəm. Videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Savalan yaşayış masividir. Savalanın ən gözəl, ən hündür və quru məhəlləsində yerləşir. Sənədi həm evin, həm torpağın kupçasıdır. 2 satın içindədir. Yerdən 8-9 daş kürsüdə tikilib. 4 otaqlıdır və 125 kvadrat evin ümumi sahəsidir. Qazı, suyu, işığı, daimi fasiləsiz sayğaçlarının hər biri var. Əvvəlcə evin həyət yanı sahəsini sizə təqdim edim. Həyəti tamit daşlarından döşənilib. Padvala və evin çardağına girişi var. Evin həyətinə də maşın rahatlıqla daxil ola bilər. Padvaldan da keçid edib otaqların hər birinin alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Evin ön hissəsi balkon kimi saxlanılıb və mətbəxindən də balkonuna çıxış qoyulub. Gəlin keçək evin daxilinə. Evin altı beton, üstü kəmər, 4 bir tərəfdən qoşa daşından tikilib. Tikintisi zamanı da ən yüksək keyfiyyətli materiallardan istifadə olunub. Dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda solda gəlir birinci evimizin mətbəx hissəsi. Mətbəxdə isə həm mebel arası kafeli var, yerdə də əlavə olaraq kafel hissəsi saxlanılır. Polları laminatdır. Sənət evində torpağında kupçası, Savalanda məktəbə, yola, marketə, bütün mərkəzi yerlərə yaxın məsafədə yerləşir. Evimizin qiyməti isə 118.000 manatdan satışa çıxıb. Təbii ki, real alıcılarımız olsa qiymətdə də endirim olunacaq evin sahibi tərəfindən. Bura uşaqlar üçün nəzərdə tutulan yataq otağıdır. Bura böyük bir yataq otağı. Hər bir otağın geniş pəncərəsi var. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə ən xeyirlisini qismət eləsin inşallah. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, satışı gecikirsə, bizimlə əlaqə saxlayan mülkünüzün də satışına tez bir zamanda köməklik göstərə bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm.